Hər birini salamlayıram. Qarşınızda Əlim Əlimdir. Bu videoda sizlərə Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında istifadə olunan belə maraqlı bir test tapşırığı ilə qarşınızdayım. Deyir ki, sualda A zirvəsində atmosfer təzyiqi 320 mm civə sütunudur və daimi qar xəttindən aşağıda yerləşir. B zirvəsində təzyiq 610 mm civə sütunudur və qar xəttindən yuxarıda yerləşir. Bizə deyir ki, A və B zirvələrinin yerləşdiyi dağların ətəyində normal atmosfer təzyiqi müşahidə olunur. Doğru fikirləri müəyyən etməyimizi istəyir bizdən. İlk olaraq baxaq. A dağı verilib, B dağı verilib. Baxın, A dağında təzyiq zirvəsində 320 mm civə sütunudur. B dağının zirvəsində təzyiq 610 mm civə sütunudur. Biz bildiyimizə görə dağın ətəyindən zirvəsinə qalxdıqca atmosfer təzyiqi azalır. Gördüyümüz kimi A dağının atmosfer təzyiqi daha aşağıdır, B dağının atmosfer təzyiqi ondan daha çoxdur. Demək ki, A dağı daha hündür relyefə malikdir, hündürlüyü daha çoxdur. B isə daha alçaqdır. İndi baxın, burada əsas məqam nədir? Bizə deyir ki, A dağı qar xəttindən aşağıda yerləşir. Yəni, burada qar yaranmır. Deməli, baxın, B dağı isə hündürlüyü az olmasına baxmayaraq qar xəttindən yuxarıda yerləşir. Burada biz məsələni tapa bilirik ki, məlum olur ki bizə, A dağının hündürlüyü çox olsa da, orada qar xətti yaranmır. Demək ki, bu dağ isti ərazilərdədir. Yəni, isti ərazilərdə bildiyimiz kimi, məsələn, ekvatora yaxın ərazilərdə qar xətti daha yuxarıdan keçir. Çünki orada qarın və buzun yaranması üçün çox hündürlüyə qalxmalısan. Amma qütb ətrafı ərazilər, qütbə yaxın ərazilər onsuz da soyuqdur. Hətta qütblərdə qar xətti okean səviyyəsində hesablanır, yəni 0 metrdə olur. İndi baxın, A dağı hündür olmasına baxmayaraq burada qar yaranmırsa, deməli, bura isti ərazidir. B dağı hündürlüyü daha azdır, deməli, amma burada qar yaranır. Deməli, bu nisbətən qütbə yaxın ərazilərdir. Məsələn, özümüzdən deyək, bura qütblər olsun, məsələn, burada olsun, məsəl üçün, tropik enilişlər. İndi baxaq fikirlərə. Hər ikisinin coğrafi koordinatları eyni ola bilməz. Biri tropik ərazilərdədir, biri qütbdədir. A zirvəsində ən uzun qütb gedə gündüzlər müşahidə olunur. Bu B-də olar, çünki B qütbə yaxın ərazidə yerləşirdi. 2 yanlışdır. A zirvəsində yerləşdiyi dağ sistemində daha çox landşaft qurşağı var. Bəli, bildiyimiz kimi günəş radiasiyasının çox olduğu yerlərdə daha çox landşaft qurşağı olur. B zirvəsi subtropik iqlim qurşağında yerləşir. Xeyr, gördüyümüz kimi B qütbə yaxın ərazilər idi. A zirvəsi ekvatora yaxın ola bilər, bəli. Buna isti ərazilər dedik. B zirvəsinin mütləq hündürlüyü 1500 metrdir. Gəlin baxaq. Burada bizə nə məlumat verilmişdi? A və B-nin ətəklərində normal atmosfer təzyiqi müşahidə olunur. Baxın, bildiyimiz kimi normal atmosfer təzyiqi 760 mm civə sütuna bərabərdir ətəyində. Bunun ətəyi ilə zirvəsi arasında 760-dan 610 çıxıram. Eləyir 150 mm civə sütunu. 150 mm civə sütununu biz metrə çevirməliyik. Bildiyimiz kimi təzyiq 10 metrə 1 mm civə sütunu azalırsa, deməli, neçə metrə 150 mm civə sütunu azalar? Bu da eləyəcək 1500 metr. Bəli, gördüyümüz kimi B zirvəsi mütləq hündürlüyü 1500 metr olur. Cavabımız olacaq 3, 5 və 6.